Günlerin bir günü kirpi balalarına alma dərmək üçün meşəyə üz tutdu. Meşənin dərinliklərində bir ağaca rast gəldi ki, üstündə qıpqırmızı almalar gəl-gəl deyirdi. Yaxşı ki, səbəti də götürmüşdü. Həm özü yeyəcək, həm də balalarını aparacaqdı. Elə təzəcə şirin-şirin yeyirdi ki, birdən alma yağışı başladı. Almalar kirpinin baş gözünə dəyib onu yaraladı. Yazıq kirpi nə baş verdiyini anlamırdı. Fürsət tapıb yuxarı baxdı. Nə görsə yaxşıdır. Bir dələ qəhqəhə çəkib gülür. Dəli olmusan, başımı görü nə hala saldın? Dələ daha ucadan gülüb dedi. Zarafat zat başa düşmürsən də sən. Kirpi ağlaya-ağlaya. Belə zarafat olar. Gəl gör necə aralamsan məni. Tikanlarıma almalar sancılıb. Tez ol, çıxart bunları dedi. Dələ kirpiyə heç fikir də vermədi. Əllərini yelləyib qəhqəhə ilə tullana-tullana çıxıb getdi. Kirpinin bütün bədəni sızıldayırdı. Dələnin yuxarıdan atdığı almalar onun hər yerini əzmişdi. Kirpi var gücünü toplayıb bir təhər sürünə-sürünə yuvasına getdi. Balaları ana kirpinin halını görüb yaman pərişan oldular. Analarımdan bunu kim etdiyini soruşdular. Kirpi başına gələn balalarına danışdı. Balalar çox kədərləndilər. Kirpi ufuldayaraq yatağa uzandı. Lərlə yataqda qalan kirpinin halı yavaş-yavaş düzəlirdi. Amma o elə hey dələ ilə edəcəyi zarafat haqqında düşünürdü. Öz-özünə deyirdi, qoy ayağa qalxım, səninlə elə zarafat edəcəm ki, ömür boyu unutmayacaqsan. Bir səhər kirpi nəhayət ayağa qalxdı. Artıq sağalmışdı. Balaları ana kirpini gümrah görüb çox sevindilər. Nə yaxşı sağaldın anacan, dedilər. Hə, sağaldım, yaxşıyam, gedirəm, dələ ilə zarafat eləməyə gedirəm. Neçə vaxtdır yataqda qalıb bezdim lap. Balalar kədərləndilər. Analarının başına bir iş gələcəyinə qorxub ona ehtiyatlı olmağı tapşırdılar. Ana kirpi balalarını ovudub dedi. Narahat olmayın, çox ehtiyatlı olacağım. Kirpi dələnin yaşadığı ağacın altına gəldi. Xeyli yarpaq topladı. Sonra topladığı yarpaqların altına girib gizləndi. Dələlərin səsi gəlirdi. O ağacın başında özü üçün tullanıb düşür, öz-özünə danışıb gülürdü. Kirpi çox gözlədi. Nəhayət dələ aşağı düşmək qərarına gəlmişdi deyəsən. O aşağı tullananda kirpi gizləndiyi yerdən çox sürətlə çıxıb dələnin üstünə atıldı. Tikanlarını qabardıb dələyə batırdı. Dələnin bağırtısı meşəyə yayıldı. Aa, neynirsən? Ağlını itirmisən, nədir? Zarafat edirəm də, zarafat da başa düşmürsən, kirpi ona dedi. Dələ hər şeyi anladı. Bir müddət öncə elədiyi kobud zarafatı xatırladı. Ufuldaya, ufuldaya. Kirpi lələ, bağışla məni. Belə zarafat eləmərəm daha. Amma öz aramızda yaxşıca başa saldın ha məni. Deyib tikan batan yerləri kirpiyə göstərdi və kədərli halda yuvasına getdi.